Ukraynanın şərqində qızğın döyüşlər səngimək bilmir. Ən ağır kimi qiymətləndirilən ötən günkü insidentdə 6 hərbiçinin həlak olduğu bölgədir. Ukraynada hökumət qüvvələri terrorçuların Kramatorsk şəhəri yaxınlığındakı hərbi bazasını məhv ediblər. Bunu Ali Radioda çıxışı zamanı Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turchinov bəyan edib. Turchinov həmçinin Slavyansk yaxınlığındakı ərazinin terrorçuların təmizləndiyini bildirib. Ötən gün baş verən insident Ukraynanın şərq vilayətlərində aparılan antiterror əməliyyatları zamanı ən ağır insident olub. Verilən məlumatlara görə 30-a yaxın Rusiya yönümlü silahının puskusu nəticəsində atışma başlayıb və nəticədə Ukrayna Milli Qvardiyasının 6 hərbçisi həlak olub, daha 8 nəfər yaralanıb. Döyüşlərə piyada qüvvələri ilə yanaşı helikopterlər də cəlb edilib. Bəzi məlumatlarda artilleriyadan istifadə edildiyi deyilir. Bu əməliyyatlarda Ukraynanın Müdafiə Naziri Mikhail Kovalın böyük oğlunun da iştirak etdiyi bildirilir. Məlumatda deyilir ki, o ön xətti atası ilə birgə Ukraynanı müdafiə edir. Bu arada ATƏT rəsmiləri Ukrayna hökuməti ilə sülh danışıqlarına başlayıb. Ölkənin şərqində müstəqillik elan etmiş separatçılar dəyirmi masanı boykot ediblər. Qərb isə bu danışıqları alqışlayaraq Rusiyadan səlləri artırmağa çağırıb. Kiyevdə isə Ukrayna Mərkəzi Seçki Komissiyası 25 may prezident seçkilərini hazırlaşır. Artıq seçki bülletenlərinin çapına başlanılıb.